Hər vaxtınız xeyir. Bugünkü bölməmiz əvəzli bölməsidir. Birinci testdən başlayaq. Deməli, baxın uşaqlar, birinci üç nöqtədən sonra gələn ofdur, bir də was xəbərimiz təkdir. Yəni, burada everydən sonra of gələ bilməz. Xəbər tək olduğuna görə was və yaxud some, all ola bilməz. Yəni, cavab qalır D variantı. İndi isə ikinci testdən baxaq. İkinci testdə bir də baxırıq, üç nöqtədən sonra of gəlib, söz önü gəlib və xəbərimiz də cəmdir. Baxın, everydən sonra of gələ bilməz, törəmələrdən sonra of gələ bilməz. Cavab qalır burada 1, 2, 4, 1, 2, 4, D variantı. İndi isə baxaq üçüncü testdə. Üçüncü testdə, baxın, burada üç nöqtədən sonra of var və goes feilimiz də S qəbul edib, xəbər də təkdir. Burada everydən sonra of gələ bilməz. Birinci halda B variantımız yanlışdır. Both isim və xəbəri cəmdə tələb edir. Burada feilimiz S qəbul etdiyinə görə xəbər təkdir. Deməli, some, any, all. Onlardan sonra istəyir of olsun və yaxud olmasın. Some, any, alldan sonra əgər sayılan cəm isim gəlirsə, məsələn, baxın, burada bu iş cəmdədir. Deməli, burada da xəbər nədə olmalıdır? Cəmdə olmalıdır. Amma feilimiz S qəbul etdiyinə görə xəbər təkdir. Yəni, orada A variantı ilə E variantımız da yanlışdır. Cavab qalır D variantı. Yəni each of'dur, every one of'dur, eyes of'dur, nice of'dur, which of'dur. İsmi cəmdə xəbəri təkdə tələb edirlər. Yəni burada cavab qalır D variantı. Baxın dördüncü suala. Dördüncü sualda bir daha baxın. 3 nöqtədən sonra of söz önü gəlib və bilib feilimiz S qəbul edib xəbər təkdir. Burada everydən sonra of gələ bilməz. Both isim və xəbər həmişə cəmdə tələb edir. Some, in, alldan sonra, baxın, burada cəm isim var, travel cəmdədir. Deməli, xəbər də nədə olmalıdır? Cəmdə. Amma feilimiz S qəbul etdiyinə görə xəbər təkdir. Amma dedik ki, each of ismi cəmdə, xəbər nədə tələb edir? Təkdə. Yəni, cavab burada qalır B variantı. Deməli, baxalım 5-ci suala. 5-ci sualda, baxın uşaqlar, both və yaxud both of ismi və xəbəri cəmdə tələb edir. Burada dictionary lüğət təkdə olduğuna görə bir nədir? Yanlışdır. Və deməli, 4-cü testdə də everydən sonra of gələ bilməz. Burada da 5-ci testdə də everydən sonra of gələ bilməz. Bu da yanlışdır. Cavab burada olacaq 2, 3, 1, 4. Yəni cavab qalır B variantı. 6-cı suala baxaq. 6-cı sualda baxın, burada uşaqlar of var. Bir də xəbərimiz burada nədir? Təkdir. Everydən sonra of gələ bilməz. Both xəbəri cəmdə tələb edir. Həmçinin alldan sama da xəbər cəmdə olardı. Cavab qalır burada D variantı. 7-ci suala baxaq. Burada did not nədir? İnkardır. Baxın, bir sadə cümlədə iki inkarlı bilən söz işlətmək olmaz. No da inkardır və yaxud nothing də inkardır. A-la D variantı yanlışdır. Something təsdiq cümlələrdə işlənir. Sual və inkar cümlələrdə işlədilmir. Any və yaxud anything sual və inkar cümlələrdə işlənir. Ancaq burada anything-dən any'nin fərqi var. Burada mesaj isimdir. Törəmələrdən sonra isim gəlmədiyinə görə B də səhvdir. Yəni cavab qalır C variantı. Baxaq uşaqlar 8-ci suala. 8-ci sualda da baxsaq, deməli bir daha baxın. Burada did not nədir burada? 8-ci sualda inkardır. Some'lar nədə işlənir? Təsdiq cümlələrdə. Did not inkar, no inkar və yaxud nothing inkar. Bir sadə cümlədə də iki inkarlı bilən söz işlətmək olmaz. Yəni yenə də qaldıq. Anythingdir, yoxsa any'dir. Bax, anything törəmədir. Törəmələrdən sonra isim gəlməz. Bax, burada da bread, çörək isimdir. Ona görə B variantımız səhvdir. Cavab qalır Y variantı. 9-cu sualda, baxın, cümləmiz inkardır. Nothing, no one və yaxud nobody inkardır. Bir sadə cümlədə iki inkarlı bilən söz işlətmək olmaz. Some da təsdiq cümləyə aid olur. Yəni cavab qaldı Y variantı. Any nədə işlənirdi? Sual və inkar cümlələrdə. 10-cu sualda da baxaq. Don't inkar, no inkar, nothing inkar. Bir sadə cümlədə iki inkarlı bilən söz işlətmək olmaz. Something-də nəyə aid olur? Təsdiqə aid olur. Buradan da yeni çıxırıq. Cavab qalır any'dir, yoxsa anythingdir. 3 nöqtədən sonraki gələn söz information, məlumat isim olduğuna görə burada törəməni işlədə bilmərik. Çünki törəmələrdən sonra isim gəlmir. Yəni burada cavab qalır C variantı. Deməli, 11-ci suala baxaq. 11-ci sualda isn't inkardır. Deməli, nothing inkardır, no inkardır. Bir sadə cümlədə iki inkarlı bilən söz işlətmək olmaz. Something də təsdiqdə işlənir, inkarla götürmürük.
Cavab yenə də qaldı. Any və yaxud anything. Any və yaxud anything arasında qalırsa, 3 nöqtədən sonra gələn sözə baxın. Burada news isim olduğuna görə burada cavab olur anydir. Çünki törəmələrdən sonra isim gələ bilmir. 13-cü suala baxaq. 13-cü sualda xəbər burada təkdir. Deməli, burada both isim və xəbəri həmişə cəmdə tələb edir. All da xəbəri cəmdə tələb edir. Cavab qalır orada 2, 3, bir də 5-dir. 2, 3, 5 hansıdır? A variantı. Deməli, 13-cü suala baxırıq. 13-cü sualda don't inkardır. Baxın, no one inkar, nobody inkar. Bir sadə cümlədə iki inkarlı bilən söz işlətmək olmaz. Somebody'da nədə işlənir? Təsdiq cümlələrdə. Burada Y variantda səhvdir. Cavab B-dir, yoxsa D-dir? Baxın, 3 nöqtədən sonra isim yoxdur. İsim yoxdursa, N-ni çıxırıq. Cavab qaldı burada nədir? D variantı. Baxaq 14-cü testdə. 14-cü testdə birinci 3 nöqtədən sonra və yaxud ikinci 3 nöqtədən sonra gələn bread çörək isimdir. Baxın, burada something törəmədir. Anything törəmədir və yaxud anything törəmədir. Törəmələrdən sonra nə gələ bilməz? İsim gələ bilməz. Konkret olaraq A variantımız, B variantımız və yaxud D variantımız yanlışdır. Cavab qalırıq. Deməli, C-dir, yoxsa D-dir. O zaman tərcümə edək. Zəhmət olmasa biraz çörək alın, evdə çörək nədir? Yoxdur. Mənasına görə burada cavab qalır. Nədir? C variantı. Please buy some bread. There is no bread at home. Deməli, baxalım burada şeylər. 15-ci testdə. Baxın, bu 15-ci testdə birinci 3 nöqtədən sonra gələn peypə kağız. Kağız isimdir. Baxın, anything törəmə, nothing törəmə, nothing törəmə və yaxud something törəmə. Törəmələrdən sonra isim gələ bilmir. Yəni, burada cavab qalır D variantı. 16-cı testdə baxaq. Money pul isimdir. Something törəmə, nothing törəmə, anything törəmə. Törəmələrdən sonra isim gəlmədiyinə görə burada cavab qaldı C variantı. Baxaq 17-ci testdə. Congratulated me on my success and I was disappointed. Deyir ki, mənim uğuruma heç kəs sevinmədiyi üçün mən məyus oldum. Məni təbrik etmədiyim üçün mən məyus oldum. Yəni, burada heç kim. Canlılardan söhbət gedir, cavab qalır B variantı. Yəni, tərcümə iləndir. Deməli, 18-ci testdə. 18-ci testdə. Baxın, burada of var və xəbər də burada təkdir. Deməli, everydən sonra of gələ bilməz. Both isim və xəbəri cəmdə tələb edir. Some, any, oldan sonra cəm isim gəlirsə, xəbərdə cəm olur. Burada friend, dostlar cəmdir, amma was xəbər təkdir. Deməli, burada some-la all da yanlışdır. Amma each of-dur, every one of-dur, eyes of-dur, nice of-dur, one of-dur, which of-dur. İsmi cəmdə, xəbəri təkdə tələb edir. Yəni, cavab burada qalır A variantı. Baxın 19-cu testdə. Baxın, 3 nöqtədən sonra of var. Baxın, everydən sonra of gələ bilməz. Törəmədən sonra of gələ bilməz. Each of və yaxud every one of xəbəri təkdə tələb edir. Burada xəbər cəmdir. Ona görə burada A variantımızda, B variantımızda, C variantımızda yanlışdır. Cavab qalır B variantı. Baxaq 20-ci suala. Deməli, 20-ci sualda baxın, xəbər cəmdir. Törəmədən sonra of gələ bilməz, everydən sonra of gələ bilməz və 3 nöqtədən sonra of var. Cavab 1, 2, 3-dür. 1, 2, 3 hansıdır? D variantı. Deməli, baxırıq. Deməli, 21-ci sualda. 21-ci sualda 3 nöqtədən sonra həz xəbərimiz təkdir. Oldan sonra xəbər cəm olur. Both da xəbəri cəmdə tələb edir. Cavab 1, 2-dir. Çünki each of ismi cəmdə xəbəri təkdə tələb edir. Və törəmələr də xəbəri nədə tələb edir? Təkdə tələb edir. Ona görə cavab orada olacaq 1, bir də 2. Deməli, 22-ci suala baxaq. 23-cü sualda baxın, burada please yer isimdir. Samdan sonra ismin qarşısında z artıqlı gələ bilməz. Ənazədən sonra sayılan tək isim gələr. Azəzlərdən sonra isim gələ bilməz. Yəni cavab qalır burada A variantı. 23-cü testdə say tərəflər cəmdədir. Ənazədən sonra sayılan tək isim gələr. Everydən sonra sayılan tək isim gələr. Azəzdən sonra isim gələ bilməz. İçdən sonra sayılan tək isim gələr. Burada say tərəflər cəmdə olduğuna görə yəni cavab qalır both-dur. Çünki both ismi və xəbəri həmişə cəmdə tələb edir.
Deməli, 24-cü testdə sahib tərəflər cəmdədir. Ənazədən sonra, içdən sonra, everydən sonra sayılən tək isim gəlir. Burada isim cəmdir. Azəzlərdən sonra isim gələ bilməz. Yəni, burada cavab qalır both-dur. Baxaq, burada 25-ci testdə. 25-ci testdə, baxın, predicated-də iştirakçılar da cəmdədir, həz xəbər təkdədir. Every, deməli, both isim və xəbər cəmdə tələb edir. Samdan sonra cəm isim gəlirsə, xəbər də cəm olar. Yəni, 2 ilə 3 səhvdir. İçdir, every one of-dur, eyes of-dur. İsmi cəmdə xəbəri təkdə tələb edirlər. Yəni, burada cavab qalır 1, 4, 5, 1, 4, 5 A variantı. Deməli, 26-cı testə baxaq. 26-cı testdə, baxın, student cəmdə, həz xəbər təkdə. Baxaq, both isim və xəbər cəmdə tələb edir. Samdan sonra cəm isim gəlirsə, xəbər cəm olur. Həmçində 5-də də oldan sonra cəm isim gəlirsə, xəbər cəm olur. Amma each of və yaxud one of ismi cəmdə xəbəri təkdə tələb edir. Yəni, burada cavab 1, 3 A variantı. Baxın, 27-ci testdə. Baxın, burada birinci üç nöqtədən sonra of gəlib, ikinci üç nöqtədən sonra please yer isimdir. Yəni, törəmələrdən sonra of gələ bilməz. Burada A variantımız səhvdir. Birinci halda A variantımız səhvdir. Və yaxud B variantı yanlışdır. İkinci üç nöqtədən sonra please yer isimdir. Törəmələrdən sonra isim gəlmədiyinə görə D ilə Y də səhvdir. Yəni, cavab qalır C variantı. Baxaq, 28-ci testdə. 28-ci testdə 3 nöqtədən sonra of var. Bu törəmələrdən sonra of gələ bilməz. Cavab qaldı Y variantı. Yəni, törəmələr somebody, anybody, anyone, nobody, everything, everyone, everybody. Törəmələrdən sonra nə of gələ bilər, nə də isim gələ bilər. Deməli, şeylər, baxağım burada was xəbər var, bir də burada but var. But da yadınızda saxlayın. Ayrılan sual cümləsi yaradır. Birinci tərəf təsdiq olursa, ikinci tərəf inkar olur. Birinci tərəf inkar olursa, ikinci tərəf nə olur? Təsdiq olur. Və hər iki üç nöqtədən sonra xəbər təkdir. All və yaxud all, burada da all. Xəbəri cəmdə tələb edir, hər kəs mənasında. Ona görə A variantı, B variantı, C variantı və Y variantımız yanlışdır. Cavab olur D variantı. 30-cu sualda, baxın, birinci üç nöqtədən sonra gələn xəbər cəmdir, ikinci üç nöqtədən sonra gələn xəbər təkdir. Həmçində burada but var. Yəni, törəmələrdən sonra xəbər təkdə olar. Deməli, everydən sonra isim gələr. Burada E də səhvdir. All da hər kəs mənasında xəbər cəmdə tələb edir. Burada was xəbərimiz təkdir. Yəni, cavab qalır C variantı. İndi baxaq 31-ci suala. 31-ci sualda, baxın, everydən sonra of gələ bilməz. Törəmələrdən sonra of gələ bilməz. Törəmələrdən sonra of gələ bilməz. Yəni, somebody və yaxud everybody törəmədir və everydən sonra da isim gələr. Burada ikinci üç nöqtədə də isim olmadığına görə C də yanlışdır. Cavab qaldı D variantı. 32-ci testdə nobody blamed Jack because he was not quality. Heç kim Jack'i günahlandırmırdı, çünki bu onun vəzifəsi deyildir. Bu, biz deyə bilərik ki, müəllim, axı, siz deyirsiniz ki, bir sadə cümlədə iki inkarlıq bilən söz işlətmək olmaz. Bəli, bir sadə cümlədə iki inkarlıq bilən söz işlətmək olmaz. Bu sadə cümlə deyil, mürəkkəb cümlədir. Çünki burada because-la ayrılıb. Ona görə burada cavab qaldır. Heç kim Jack'i günahlandırmırdı, çünki bu onun vəzifəsi deyildir. Və yaxud günahı deyildir. Baxaq 33-cü testdə. 33-cü testdə, baxın, 3 nöqtədən sonra of var və burada isim cəm və xəbər də cəmdir. One of və yaxud each of ismi cəmdə xəbəri təkdə tələb edirlər. Burada isim və xəbər cəmdə olduğuna görə 3-dən 4 yanlışdır. Both isim və xəbəri həmişə cəmdə tələb edir. 1 doğrudur. Samini oldan sonra sayılan isim gəlirsə, isim və xəbər cəmdə olmalıdır. Yəni, cavab burada olur 1, 2, 5-dir. 1, 2, 5-dən hansıdır? Cavab C variantı. Baxaq 34-cü testdə. Baxın, 3 nöqtədən sonra of var, isim və xəbər cəmdədir. Each of və yaxud one of ismi cəmdə xəbəri təkdə tələb etdiyinə görə 1, 2 səhvdir, cavab qalır 3, 4, 5 D variantı. Çünki both isim və xəbər cəmdə tələb edir. Somewhere oldan sonra cəm isim gəlirsə, xəbər də mütləq nədə olur? Cəmdə. Deməli, 35-ci testdə baxaq. 35-ci testdə isim və xəbər cəmdir. Deməli, each-dir və yaxud one-dir. Bunlar isim və xəbəri təkdə tələb edir. Yəni, 3 nöqtədən sonra cəm isim gəlib, cəmdə xəbər gəlib. Each of ismi cəmdə xəbər təkdə və yaxud one of ismi cəmdə xəbər təkdə tələb edir. Bu isim və xəbər cəmdə tələb etdiyinə görə 1 doğrudur. 2-də all of ismi cəmdə xəbər də cəmdə tələb edə bilir
Yəni oldan sonra cəm isim gəlirsə xəbər də cəm olur. Həmçinin samdan sonra da cəm isim gəlirsə xəbər də cəm ola bilər. Yəni burada cavab qalır 1 2 5 D variantı. Deməli 36-cı testə baxaq. Baxın, isim və xəbər cəmdir. Each isim və xəbəri təkdə tələb edir. One da isim və xəbəri təkdə tələb edir. Ona görə cavab qalır 1 3 5 1 3 5 hansıdır? Yəni C variantı. Each və yaxud one nə vaxt ismi cəmdə tələb edir? Each of və yaxud every one of, eyes of, eyes of, nice of, one of ismi cəm xəbəri təkdə tələb edə bilər. Baxın, burada olduğu kimi. Görürsünüz, burada of-la birləşib, isim cəmdir, xəbər təkdir. Deməli, nice of-dur və yaxud one of-dur. İsmi cəmdə, xəbəri təkdə tələb edirlər. Ancaq some və anydən sonra və yaxud all-dan sonra cəm isim gəlirsə, mütləq olaraq xəbər cəm olur. Burada xəbər tək olduğuna görə some səhvdir. Both da isim və xəbəri həmişə cəmdə tələb edir, amma burada xəbər təkli olduğuna görə, həzbin təkli olduğuna görə, üstə ona görə yanlışdır. Və every of birləşməsi yoxdur. Every one of birləşməsi var. Yəni cavab qalır 2 4 A variantı. Deməli 38-ci testə baxaq. Qızlar və xəbər nədir? Cəmdir. Each of ismi cəmdə xəbəri təkdə tələb edir. Everydən sonra of gələ bilməz. Cavab qaldı 1 3 5 1 3 5 A variantı. Deməli 39-cu suala baxaq. Baxın, story və xəbərimiz cəmdir. Everydən sonra of gəlməz. Each of ismi cəm xəbəri təkdə tələb edir. Yəni cavab qalır 2 3 5 2 3 5 A variantı. Bir daha da deyirəm. Bu isim və xəbəri həmişə cəmdə tələb edir. Samini oldan sonra cəm isim gəlirsə xəbər cəm olur, tək isim gəlirsə xəbər nə olur? Tək olur. Yəni ona görə cavab qalır 2 3 5 A variantı. 40 və yaxud 41-ci suala baxaq. Baxın, burada problem cəm isimdir. Z-azəzdən sonra ümumiyyətlə isim gələ bilməz. Ən-azələrdən sonra da sayılən tək isim gələr. Amma problem burada cəmdə olduğuna görə ən-azələrdə yanlışdır. Cavab qaldı D variantı. Niyə azədən sonra fərqi yoxdur da? Sayılan cəm isim də gələ bilər, həm də sayılmayan tək isim də gələ bilər. 41-ci sualda. Baxın, iki isim yanmayan gəlirsə hansı tərəfə baxırıq? İkinci isə sit yerlər cəm isimdir. Bu azəzlərdən sonra isim gələ bilməz və yaxud ən-azədən sonra sayılan tək isim gəlir. Yəni cavab qalır A variantı. Deməli 42-ci və yaxud 43-cü suala baxaq. Baxın, burada isim cəmdir və xəbər təkdir. Bu isim və xəbəri cəmdə tələb edir. All və yaxud somedan sonra cəm isim gəlirsə xəbər də cəm olur. Burada was xəbərimiz təkdir. Yəni cavab qaldı 1 4 D variantı. Çünki each of və yaxud one of ismi cəmdə xəbəri təkdə tələb edir. 43-cü sualda həmçinin, baxın, burada isim cəmdir və was xəbər təkdədir. Deməli, everydən sonra of gələ bilməz. Birinci halda every səhvdir. All və ya all-dan sonra cəm isim gəlirsə xəbər cəm olar. Burada xəbər təkdir. Bu isim və xəbəri həmişə cəmdə tələb edir. Üzrlü sayın. Yəni cavab qalır 3 ilə 5-dir. Çünki each of-dur və yaxud one of-dur ismi cəmdə xəbəri təkdə tələb edir. 3 ilə 5 Y variantı. Deməli 44-cü suala baxaq. 44-cü sualda isim və xəbər cəmdədir. Deməli, baxın, every one of ismi cəmdə xəbəri təkdə tələb edir. Törəmələrdən sonra of gələ bilməz. Cavab qalır 1 2 3 B variantı. 45-ci testdə. Baxın, burada isim və xəbər cəmdir. Every one of ismi cəmdə xəbəri təkdə. Törəmələrdən sonra of gələ bilməz. Cavab qalır 2 4 5 A variantı. Deməli, uşaqlar, baxın, 3 nöqtədən sonra word söz isimdir. Ümumiyyətlə, bir cümlədə iki inkəli bilən söz işlətmək olmaz. Yəni, nobody ilə no-nu bərabər işlədə bilmərik. Sonra, everydən sonra isim gəlir. 3 nöqtədən sonra isim gəlmədiyinə görə burada da deməli A variantımız səhvdir. There was a complete silence in the room. O otaqda tamamilə sakitlik vardır. Nobody said any word. Heç kim heç nə demirdi. Yəni cavab qalır Y variantı. 47-ci testə baxaq. Giz qazlar cəmdir. Yəni ən-azədən sonra, everydən sonra sayılən tək isim gəlir. Deməli bu isim və xəbər həmişə cəmdə tələb edir. Some, all-dan və yaxud anydən sonra sayılan cəm, sayılmayan tək isim də gələ bilir. Yəni burada cəm isim də gələ bilir. Azədən sonra həm cəm isim, həm də sayılmayan tək isim gələ bildiyinə görə cavab qalır 1 2 3 bir də nədir? 6. 1 2 3 6 hansıdır? D variantı.
Məsələn, 48-ci testə baxın. Bax, yenə də oksigen cəmlədir burada. Ənazədən sonra və yaxud içdən sonra sayılan tək isim gəlir. Oksigen cəmdə olduğuna görə 3-dən 5 yanlışdır. Cavab qalır orada 1, 2, 4, 6. 1, 2, 4, 6 hansıdır? B variantı. Deməli, 49-cu testə baxaq. 49, 50-ci testlərə baxaq. 49-cu testdə, baxın, burada doesn't inkardır. No inkar, nobody inkar. Bir sadə cümlədə iki inkarlıqla söz işlətmək olmaz. Somebody'larda nədə işlənir? Təsdiqdə. İni nədə işlənir? Sual və inkar cümlələrdə. Cavab qalır B variantı. 50-ci sualda baxın. Cümləmiz inkardır. No inkar, nothing inkar. Bir sadə cümlədə iki inkarlıq ilə söz işlətmək olmaz. Samlar da təsdiqdə işlənir. Yəni cavab qaldı Y variantı. Deməli, 51-ci testə baxaq. One, bir sayılan isimdir ingilis dilində. A əzlərdən sonra isim gəlməz. Oldan sonra sayılan isim gəlirsə o isim cəmdə olur. Həmçinin A-dən sonra sayılan isim gəlirsə həmin isim cəmdə olur. Bu isim və xəbəri cəmdə tələb edir həmişə. Burada isim təkdir. Deməli, burada cavab qaldı içdir. Çünki iç, evri, ənazədən sonra sayılan tək isim gəlir. 52-ci və yaxud 53-cü testə baxaq. Relativ qohum. Qohum, baxın, burada isimdir. Anybody, somebody və yaxud nobody törəmədir. Törəmələrdən sonra isim gələ bilməz. No-dan sonra da birbaşa olaraq isim gələ bilər. Yəni, burada any relativ gəlib, bu da yanlışdır. Cavab qalır A variantı. Plum trees, cavalı ağacları. Bax, burada ağaclar cəm isimdir. Baxın, something, nothing, anything törəmədir. Törəmələrdən sonra isim gələ bilməz. No-dan sonra birbaşa olaraq isim gələr. Any plum trees deyə bilmərik. Yəni, cavab qalır A variantı. 54-cü testə baxın. Baxın, did not inkardır. Nothing inkar, no one inkar. Bir sadə cümlədə iki inkarlıq ilə söz işlətmək olmaz. Somebody da təsdiqdə işlənir. Baxın, anybody var və yaxud any var. İkisinin arasında qalmışıq. İndi burada niyə biz any-ni götürəcəyik? Çünki 3 nöqtədən sonra isim yoxdur. İsim olmadığına görə any isimlə işlənir. Törəmələrdən sonra isim gəlmir. Yəni, cavab qalır B variantı. Deməli, 55-ci testdə did not inkar, someone inkar, somebody inkar, someone və yaxud somebody təsdiqdə işlənir, nothing inkar, nobody inkar. Bir sadə cümlədə iki inkarlıq ilə söz işlənmədiyinə görə C ilə D ona görə səhvdir. Cavab qalır A. Any və yaxud anybody, anyone, anything, anywhere sual və inkar cümlələrdə işlənirlər. Deməli, 56-cı testə baxaq. Did not inkar, no inkar. Bir sadə cümlədə iki inkarlıq ilə söz işlətmək olmaz. Somebody və yaxud some təsdiqdə işlənir. Bir sadə cümlədə iki inkarlıq ilə söz işlətmək olmaz. Çünki nothing də inkardır. Anything nədə işlənir? Sual və inkar cümlələrdə. Yəni, cümləmizdə inkar olduğuna görə variant olur D variantı. Deməli, 57-yə baxaq. Don't inkar, somebody və yaxud some təsdiqdə işlənir. Bir sadə cümlədə iki inkarlıq ilə söz işlətmək olmaz. Nothing və yaxud no, bunlar da hər ikisi inkardır. Ona görə cavab qalır B variantı. 58-ci testə baxın. What a su isimdir. Nothing törəmədir. Something törəmədir. Törəmələrdən sonra isim gələ bilməz. No-dan sonra birbaşa olaraq isim gəlməlidir. Deməli, burada eyni əvəzlik gəlib. Ona görə C variantı səhvdir və burada cavab qalır Y variantı. Let me have some water. I am very thirsty. Mənə bir qədər su gətir. Deyir, mən çox nə eləmişəm, susamışam. Mənasına görə də cavab qalır, yəni E variantı. 59-cu testdə. Baxın, burada don't inkardır. Nobody inkar, nothing inkar, no one inkar. Bir sadə cümlədə iki inkarlıq ilə söz işlətmək olmaz. Something də təsdiqdə işlənir. E də buna görə yanlışdır. Cavab qalır B-dir. Çünki anything də işlənir. Sual və inkar cümlələrdə. 60-cı testdə baxın. Baxın, could not inkar, some və yaxud somebody təsdiqdə işlənir. Bir nothing inkardır. Bir sadə cümlədə iki inkar olmaz. Any üstə gəl isim olmalıdır. İsim olmadığına görə burada any də səhvdir. Cavab qalır B variantı. 61-ci testdə. Baxın, burada of var və isim cəm xəbərdə təkdir. Deməli, everydən sonra of gəlməz. Both isim və xəbər cəmdə tələb edir. Some və oldan sonra cəm isim gəlirsə xəbər cəm olur. Amma burada was xəbərimiz təkdir. Yəni cavab qalır B variantı. Deməli, 62-ci testə baxaq. No-dan sonra isim gəlir. Burada isim olmadığına görə E isə ədatdır. Ona görə E variantımız səhvdir.
Only doctors and nurses go into the operation room. No one else is allowed inside. Yalnız həkimlər və tibb bacıları əməliyyat otağına daxil ola bilər. Başqa heç kimin otağa daxil olmasına icazə yoxdur. Yəni cavab qalır heç kim. No budur, D variantı. Deməli 63-cü testə baxaq. Baxın burada xəbər təkdir. Everydən sonra isim gələr. Eni sual və inkar cümlələrdə işlənir. Bax burada görürsüz anyway var. Anyway nədə işlənir? Sual və inkar cümlələrdə. İnkarlıq yaradan burada əvəzli hansıdır? No one-dır. Ona görə cavab qaldı A variantı. Deməli everydən sonra birbaşa olaraq artiklsız isim gəlir. Burada both'dur. Çünki both Z ilə işlənə bilər. Both the friend enjoy the play. Hər iki dost oyundan zövq aldı. Yəni cavab qalır C variantı. 65-ci testdə. Baxın, question burada isimdir, cəmdədir. Bax, something törəmədir, anything törəmədir, nothing törəmədir. Törəmələrdən sonra isim gəlməz. Everydən də sonra sayılən tək isim gəlir. Yəni cavab qalır Y variantı. 60-cı testdə on Saturday Mazə bought something for me, but I don't know what it is. Dünən anam mənim üçün, şənbə günü anam mənim üçün nəsə almışdı, lakin mənim onun nə olduğunu bilmirdim. Yəni burada somethingdir. Deməli everydən sonra isim gələ bilər, somedan sonra isim gəlməlidir, any sual və inkar cümlələrdə işlənməlidir və deməli deyə bilmərik ki, şənbə günü anam mənim üçün heç nə almamışdır, lakin mən onun nə olduğunu bilmirdim. Məna cəhəti ilə də burada B də səhvdir, cavab qalır A variantı. Deməli 67-ci testə baxaq. He was left alone with deməli no one to look after him. O özünü tənha hiss edirdi, heç kim onun qayğısına qalmırdı. Burada da no one heç kimdir, cavab qalır D variantı. 68-də we listened attentively but heard nothing. Biz diqqətlə qulaq asırdıq, lakin heç nə eşitmirdik. Burada yenə bir daha da deyirəm, but ayrılan sual cümləsi yaradır. Birinci tərəf təsdiqdir, yəni batdan əvvəl gələn cümlə təsdiqdir, batdan sonra gələn cümlə inkar olmalıdır və inkarlıq yaradan əvəzliyimiz də burada nədir? Nothingdir. Deməli 69-cu testə baxın. Deməli ənazədən sonra, everydən sonra, içdən sonra sayılən tək isim gəlir. Burada mistake cəmdədir. Törəmələrdən sonra da isim gələ bilməz. C də buna görə səhvdir. Cavab D variantı. Baxaq 70-ci testə. 70-ci testdə bu nöqtədən sonraki cümləyə baxaq. I am stranger here. Mən burada qəribəyəm. I know no one in this town. Mən bu şəhərdə heç kimi tanımıram. Mənasına görə baxırıq A variantı. Deməli, baxaq. Burada xəbər görürsüz təkdir. All xəbər, birbaşa xəbər gəlibsə cəmdə olmalı idi və yaxud da eyni sual və inkar cümlələrdə işlənməlidir. Both da xəbəri cəmdə tələb edir. Baxın, burada everything var və everybody var. Törəmələrin sonunda sing varsa, burada cansız əşyalara aiddir. One və yaxud body varsa, canlılara aiddir. Yəni, burada cavab nəyə? C variantı olur. Çünki canlılardan söhbət gedir. Everybody was present at the meeting yesterday. Dünənki iclasda hər kəs iştirak edirdi. İclasda iştirak edənlər canlıdır da. Yəni, everything, ona görə A variantımız yanlışdır. Cavab C variantı. Deməli, 72-ci testə baxaq. Sing əşyalar cəm isimdir. Deməli, A zəzlərdən sonra isim gələ bilməz. Samdan sonra Sam, Az, Az, sing birləşməsi yoxdur. Artikl işlənməməlidir. Ənazədən sonra sayılən tək isim gələr. Burada sing əşyalar cəmdədir. Cavab qaldı A variantı. Deməli, baxaq indi uşaqlar 73-cü testdə. 73-cü testdə birinci halda everydən sonra isim gələr. Burada vö xəbər gəlib. Törəmələrdən sonra gələn xəbər təkdə olar. Deməli, cavab qaldı A variantı. Orada xəbər nədir? Cəmdədir. Deməli, baxın yenə də. Respected, hörmət etmək feilimiz S qəblidir. Xəbər cəmdir. Everydən sonra isim gələr. Deməli, alldan sonra xəbər cəm olar. Nobody və yaxud no one. Pamela is a singer. Pamela səmimidir. And everybody respected her in the group. Bizim qrupda hər kəs ona hörmət edir. Mənasına görə cavab qaldı D variantı. 75-ci testə baxaq. Let's go there at once. Dərhal ora gedək. I want to miss nothing at the song concert. Mən yarışda, mahnı yarışında heç nəyə buraxmaq istəmirəm. Deməli, burada nothing heç nə. Tərcümə iləndir. Cavab qalır D variantı. Deməli,
76-cı testə baxaq. May I come to see you tonight? I have got something to tell you. Mən gecə yarısı səni görə bilərəmmi? Mənim sənə nəsə deməyə bir sözüm vardır. Something nəsə bir şey. Cavab qaldı nədir? C variantı. Deməli 77-ci testə baxın. Bunlar tərcümə yönələn hissəsidir. The time was still the same when I returned years later. Nothing had changed. Mən evə bir neçə ildən sonra qaydanda heç nə dəyişməmişdir. Hər şey olduğu kimi qalmışdır. Yəni cavab qalır burada heç nə dəyişməmişdir də B variantı. 78-ci testdə baxın burada uşaqlar of var və isim cəmdir. Want da istəmək feilimiz də xəbər təkdir. Feilimiz S qəbul edib xəbər təkdir. Deməli everydən sonra of gələ bilməz. Bu isim və xəbər cəmdə tələb edir. Some və all-dan sonra cəm isim gəlirsə xəbər cəm olur. Feilimiz S qəbul edib xəbər təkdir. Amma burada each of ismi cəm, xəbəri təkdə tələb edir. Cavab B variantı. Deməli 79-cu testə baxaq. Cümləmiz uşaqlar sual cümləsidir. Some'lar təsdiqdə işlənir. Birinci halda A variantımız səhvdir. Deməli baxın does 3-cü şəxsin təkindədir. Onunla işlənsəydi do olardı. Ona görə burada C-də səhvdir. Oldan sonra xəbər cəmdə olar. Burada ikinci tərəfdə want da feilimiz S qəbul edir. Burada olu da çıxırıq. Yəni burada cavab qalır D variantı. Və Y variantda enidən sonra isim gələrdi. Burada isim olmadığına görə yeni də götürə bilmirik. 80-cı sualda cavab A-dır. Bir sadə cümlədə iki inşalı bilan söz işlətmək olmaz. Some modlarda təsdiqlə işlənir. Deməli 81-ci testə baxaq. 81-ci testdə baxın birinci 3 nöqtədən sonra milk, batayaq, ikinci 3 nöqtədən sonra milk, süd. Baxın, anything törəmə, nothing törəmə, something törəmə. Törəmələrdən sonra isim gələ bilməz. Konkret olaraq A, B və yaxud D variantımız səhvdir. Baxın, burada is not inkardır, no da inkardır. Bir sadə cümlədə iki inkar olmaz. Cavab C variantı. Deməli, 82-ci testə baxaq. Baxın, burada isn't nədir? İnkardır. Nothing inkar. Bir sadə cümlədə iki inkar işlətmək olmaz. Some'lar da təsdiqdə işlənir. C ilə Y-də getdi. Yəni cavab qalır B variantı. Deməli, baxaq burada 83-cü testdə. Baxın, burada ikinci 3 nöqtəyə baxın. 3 nöqtədən sonra of var. Nobodu törəmədir. Törəmədən sonra of gələ bilməz. Everydən sonra of gələ bilməz. İndi burada biz qaldıq. Hər üçündən sonra of gələ bilər. Bəli. Hamısı düzdür. Sadəcə olaraq burada görürsünüz yet var. Yet inkar cümlənin sonunda gəlir. Burada da inkar əvəzliyimiz hansıdır bir dənə? Neither-də, yəni cavab qalır D variantı. Deməli, baxaq 80-cı suala. 80-cı sualımız da tərcümə iləndir. Everything he said was true, but nobody believed him. O hər şeyin doğrusunu deyirdi, lakin heç kim ona inanmırdı. Bax, burada bir daha deyirəm. But var, but ayrılan sual cümləsi yaradır. Birinci tərəf təsdiq, ikinci tərəfdə də nobody-da nədir? İnkar. Yəni cavab qalır Y variantı. Deməli, 85-ci testdə baxın, birinci 3 nöqtədən sonra milk, süd isimdir. Bax, something törəmədir. Törəmədən sonra isim gəlməz. İkinci 3 nöqtədən əvvəl did not inkardır. Some təsdiqdə işlənir. Nothing inkar, no da inkar. Bir sadə cümlədə də iki inkar bildirən söz işlətmək olmaz. Cavab qaldı C variantı. Some təsdiqdə işlənir. Eyni isə nədə işlənirdi? Sual və inkar cümlələrdə. İkinci tərəfimiz də inkar olduğuna görə C variantında ikinci tərəfdə eni var. Yəni cavab qalır C. Deməli, baxın uşaqlar. Burada of birləşmədir, isim cəmdir, try feilimizi S qəbul edir, xəbər də təkdir. Everydən sonra of gəlməz. Bu isim və xəbər cəmdə tələb edir. Some və all-dan sonra cəm isim gəlirsə xəbər cəm olur. Amma burada try feilimizi S qəbul edib, xəbər nədir? Təkdir. Yəni cavab qaldı C variantı. İndi baxaq 87-ci testdə. 87-ci testdə baxın, bu tipli testlər burada birinci halda C-ni çıxarıq. Çünki everydən sonra isim gəlməlidir. Burada 3 nöqtədən sonra xəbərdir, isim gəlmir. Qalan isə tərcümə etməliyik. Nothing has changed. Everything is the same as it was. Heç nə dəyişməmişdir. Hər şey olduğu kimi eyni ilə qalmışdır. Yəni cavab burada qalır Y variantı. Deməli 88-ci testə baxaq. 88-ci testdə burada cavab qalır. Yəni B variantıdır. Deməli A-zədən sonra isim gəlir. Deməli A-zəzlərdən sonra isim gəlməz. Bir cümlədə iki inşalı buna söz işlətmək olmaz. Cavab qaldı A variantı.
Deməli, 89-cu testdə burada bir dənə baxaq. Tərcümə ilə olmalıdır. Burada cavab olacaq. Deməli, bir dəqiqə baxaq. Heç nə yoxdur. E variantı. There is nothing on the table. Masanın üzərində heç nə yoxdur. I have taken everything away. Mən hər şeyi götürüb kənara qoymuşam. Yəni, cavab burada olacaq. Yəni ki, E variantı. Bir dəqiqə üzr istəyirəm. E variantı. 91-ci testə baxaq. 91-ci testdə, baxın, burada ikinci üç nöqtəyə baxın. Did not inkardır. Nobody inkar, nobody inkar, no one inkar. Somebody təsdiqdə işlənir. Yəni, cavab qaldı A variantı. Deməli, 91-ci testdə nothingdir. Deməli, burada cavab B-dir. B variantı doğru variantdır. Anyone sual və inkar cümlədə işlənir. Bax, söhbət dosta sədaqətlilikdən gedir. Bunlar mücərrət mənalı isimdirlər, cansız isimdirlər. Və yaxud nobody'dir, və yaxud no one'dir, somebody'dir. Bunlar canlıya aid olur. Dedik axı, törəmələrin sonunda sing və yaxud body varsa, bunlar canlıya aid olur. Deməli, cavab qalır burada B variantı. 92-ci testdə 3 nöqtədən sonra tea, çay, 3 nöqtədən sonra sugar, şəkər, qənd. Hər ikisi isimdir. Baxın, something törəmədir. N isim törəmədir. Törəmələrdən sonra isim gəlməz. B ilə Y variantı səhvdir. İkinci nöqtədə have not inkardır. Some təsdiqdir. Bir sadə cümlə. Some təsdiqdə işlənir, inkarla işlənmir. Have not inkar, no inkar. Bir cümlədə iki inkarlı bilən söz işlətmək olmaz. Yəni cavab qaldı A variantı. 93-cü testdə cümləmiz sualdır. N-lər dediyi nədə işlənir? Sual və inkar cümlələrdə. Burada isim olmadığına görə N-ni götürə bilmərik. Cavab qalmalıdır. N budur, Y variantı. 94-cü testdə baxaq. 94-cü testdə baxın, burada sahib tərəflər cəm isimdir. Ənazədən sonra, everydən sonra, içdən sonra sayılan tək isim gəlir. Sahib tərəflər cəmdədir. Ona görə A variantı, B variantı və C variantı səhvdir. Azəzdən sonra da isim gələ bilməz. Yəni cavab qalır burada D variantı. Deməli, 95-ci testdə baxaq. 95-ci testdə, baxın, 3-cü testdə səhv var. Ənazədən sonra sayılan tək isim gələr. Burada one, birincilər cəmdədir. Və 4-cü testdə isə no-dan sonra heç vaxt ənazə gələ bilməz. Burada da 4 də səhvdir. Cavab 1-2, Y variantı. Deməli, 96-cı testdə baxaq. 96-cı testdə də, deməli, 3-cü testdə ənazədən sonra sayılan tək isim gələr. Burada isim cəmdir. No-dan sonra ənazə gələ bilməz. Burada da cavab 1-2 olur. C variantı. 97-ci testdə. Baxın, bank cəmdədir, cəm isimdir. Azəzlərdən sonra isim gələ bilməz. Ənazədən sonra sayılan tək isim gələr. Sam-Z-azə birləşməsi yoxdur, sam-azə birləşməsi ola bilər. Cavab qalır C variantı. 98-də pis şaftalı. Şaftalı sayılan isimdir. Azəzlərdən sonra isim gələ bilməz. Boz isim və xəbər cəmdə tələb edir. Azədən sonra sayılan isim gəlirsə, o isim cəmdə olardı. Amma biz deyirik, ənazədən sonra sayılan nə isim gəlir? Tək isim. Yəni cavab qalır B variantı. Deməli, 99-cu testdə baxırıq. 99-cu testdə plan. Plan cəm isimdir. Bu azəzlərdən sonra isim gələ bilməz. Ənazədən sonra sayılan tək isim gələr. Samdan sonra gələn ismin qarşısına artikl gəlmir. Cavab qaldı burada C variantı azə. Deməli, 99-cu testdə baxaq. 100-cü testdə baxaq. 100-cü testdə, baxın, burada birinci, ikinci nöqtəyə baxın. Lön öyrənmək. Bax, öyrənmək feilimiz es qəbul etmək cəmdir. Ənazədən sonra isim gələr. Birinci halda A variantı səhvdir. Zəazədən sonra gələn xəbər tək olar. Amma burada xəbər nədir? Cəmdir. Zəazədə B variantda ona görə səhvdir. Törəmələrdən sonraki gələn xəbər tək olur. Amma burada lön feilimizi es qəbul etməyib, xəbər nədir? Cəmdir. Bunlar da yanlışdır. Cavab qalır A variantı. Hələlik bu qədər uşaqlar. Növbəti videolarda görüşənə qədər. Sağ olun. Kanala abunə olmağı unutmayın.